Efirdeyiz. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şebekəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Çiçek oldum çemenden akış, şimşekte od oldum bulutta yağış. Sihirli bir göz gördüm, nurlu bir bakış. Çevrildim çeşmeye, karıştım çaya. Seni sevmek için geldim dünyaya. Çölde çiçek oldum çemenden akış, şimşekte od oldum bulutta yağış. Sihirli bir göz gördüm, nurlu bir bakış. Çevrildim çeşmeye, karıştım çaya. Seni sevmek için geldim dünyaya. Ben bin yıl evvelde gelebilirdim, bin yıldan sonra da ölebilirdim. Zamanı başka cür hesaplayardım, vakti başka cüre bölebilirdim. Düşüp sen dolunan hefteye aya, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Sesini işittim, sesten ses aldım. Şakrak gülüşünden güç heves aldım. Sen nefesim oldun, ben nefes aldım. Eşkimiz ucaldı güneşe aya. Seni sevmek için geldim dünyaya. Sesini işittim, sesten ses aldım. Şakrak gülüşünden güç heves aldım. Sen nefesim oldun, ben nefes aldım. Eşkimiz ucaldı güneşe aya. Seni sevmek için geldim dünyaya. Ben bin yıl evvelde gelebilirdim, bin yıldan sonra da ölebilirdim. Zamanı başka cür hesaplayardım, vakti başka cüre bölebilirdim. Düşüp sen dolunan hefteye aya, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Seni sevmek için, seni sevmek için, seni sevmek için geldim dünyaya. Çok yaxşı elib dünyaya gəlmisiniz. Teşekkür Çok güzel ederim. elib verilişimizə gəlmisiniz. Teşekkür Meydan ederim Əskərov, Lamiyə xanım. İllərə meydan oxuyan, Teşekkür bax, ederim. gözəl insan. Xoş gəlmisiniz. Teşekkür ederim dəvətə görə. Gün ortağımız da xeyirli olsun inşallah. Size de Amin. her zaman yüzünüz gülsün. Her zaman güzel insanlarla oturasınız, durasınız. Ürəyiniz istediği kimi yaşayasınız həyatda. Size Amin. böyük hörmətim var. Teşekkür Sona ederim. xanım da buradadır. Güzel Bəli. bir inşallah efir keçər. Teşekkür ederim. Sizleri sevmək gəldiniz. mənim də borcumdur. Her zaman sizlere saygıyla yanaşırım. Teşekkür ederim. Var olun. Bəli, biz gəldik.
Gününüz uğurlu olsun, gün ortanız xeyir olsun. Necəsiniz? Yaxşısınız? Biz gəldik axı, başladıq MTV kanalındayıq, gün orta efirdəyik. Əsas odur siz bizə baxırsınız, fərq eləməz, nahar edirsiniz, çay içirsiniz, əsas odur bizə baxırsınız. Bəli, biz də başladıq, nə başladıq? Meydan Əsgərov, illərin sənətkarı, Meydan müəllim, siz efirlərə çıxanda hələm-mələm müğənnilər yox idi və haqda danışacaq biraz. Bir daha xoş gəlmisiniz. Təşəkkür edirəm. Sona xanım Əliyeva, gözəl aktrisamız. Sona xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm Lamiyə xanım. Çox dəyişmisiniz, tanımadım bayır içəri girəndə sizi. 42 kilo çəki bu arada itirmişəm, bəli. 42 kilo. Bəli, öz istəyimlə, müalicə ilə. Mən ilk istərdim sizin tamaşaçılarınızı salamlayım. Sizləri salamlayım. Meydan bəyi salamlayım. Elə bayaq Meydan bəy elə mahnı ifa etməmişdən qabaq dedim, ay Meydan kişi, ehtiyatlı ol. İndi bir mahnı oxuyacaqsan, salacaqsan bizi bəlaya toylarda. Hə, maşallah olsun, həqiqətən də günün bu gününə kimi də Meydan bəyin bütün nə qədər mahnıları varsa, oxunulubsa, hamısında bircə bizlərdən istəyirlər, sifariş edirlər. Yəni, hələ də gündəmdədir, bugünkü gündə də. Sizləri də salamlayıram və hamıya gün nə arzu edirəm? Gün uğurlu olsun, xeyirli olsun, ruzlu olsun, bərəkətli olsun. Təşəkkür edirəm. Gözəl arzularla başladıq. Vallahi. Nə gözəl. Hələ qonaqlarımız gəlməkdə davam edir. İnşallah ki, bilirsiniz, yol tıxacı olur və düşünürlər ki, elə əşi, buradan bura gedib çatacam, amma günorta elə vaxtı ki, adətən biraz tıxac olur bizim tərəflərdə. Ona görə də heç narahatçılığa ehtiyac yoxdur. Əsas odur, siz gəlmişsiniz. Sona xanım da, Meydan bəy də, bunlar sözlərinə düz, vaxtından da öncə gəlirlər hər zaman. Mənə dedilər, yasamaldan gəlirsiniz, yaxından gəlmişsiniz ona görə. Bəli, yaxından yox, hər zaman. Efirdən çıxmışıq, gəlmişik, bəli. Məsuliyyət hiss edirsiniz, bəli. Amma bir dəfə olub da məndə, qoy boynumu alımda yatıb qalmışam. Tarix bəyin, Tolikimizin efirinə, səhər tezdən. Salamlayıram buradan dostum. Buradan salamlayıram Toliku da. Amma sağ olsun, heç üzə vurmadı. Amma mən özümə borc bildiyim, efirə çıxar-çıxmaz, bütün tamaşaçılardan üzr istədim gecikdiyimə görə. Çünki o mümkünatı yoxdur ki, mən harasa gecikim də. Olur da, həyatda indi bir dəfə, 30 ildir bu sənətdəyəm, indi bir dəfə olub da gecikmişəm də. Onu keçərik sənə. Bəncə bu keçərli olmalıdır da. Meydan bəy, necəsiz? Təşəkkür edirəm. Yoxsuz efirdə, çoxdandır. Elə mən hərdən efirə dəvət edirlər, məsələn, deyirlər efirdə yoxsuz, sağ olsunlar, dəvət edirlər. Bilirsiniz, axırıncı dəfə Lider televiziyasında görüşmüşük. Ola bilər, bəli, orada görüşmüş sizlə, ancaq ki... 8-9 ildən öncə. Bəli, dəvətlər alıram efirlərə. İndi o qədər maşallah efirlər var, rəqabət çoxdur. Dəvətlər də olur. Bilirsiniz, bəzən insan həyatda uğur qazanmaq üçün kimlənsə istifadə edir. Biz ancaq həyatda gözümüzü açandan fikirləşmişik ki, Allah nə veribsə o olacaqdır, ancaq çalışmışam. Həyatda ancaq çalışmışam. Çox zəhmət çəkmisiniz. Ona görə də özümə arxeyin olduğuma görə heç kimisə qapısını da döyməyə özümə də o qədər rəva bilmirəm. Bilirəm ki, yəni Allah qismət eləyəcəksə, bu nə üçündür? Hər şey insanın həyatda gözəl yaşaması üçün, ruzu qazanması üçündür. Bəli. Əgər Allah o ruzunu yoxdan verirsə, hər bir canlıya verirsə, deməli, bizi də ondan üstün tutubdur. Sizi çox sevirlər. Bilirəm. Xüsusilə bölgələrimiz sizin üçün çox arzuluyur sizi efirdə görmək. Sizin üçün mesaj yazılır, telefon açırlar bizə, həm televiziyamıza, həm mənim özümə. Mən Meydan bəyi ASTV-dən tanıyıram, 2000-ci illərdən. Bəli, o vaxtlar ilə ilk addımlar idi. İlk addımlarınızı Azərbaycan ana kanaldan, Azərbaycan televiziyasından atmışsınız. Çıxışlarım olubdu. Mənim də o vaxtlar elə yadımdadır. Elə biz ASTV-də da dəfələrlə olub ki, görüşmüşük. Bəli. Bilirsiniz, Sona xanım, siz aktrisasınız, sizi hər kəs dəvət edir. Siz teatrda çalışırdınız, siz yəni filmlərdə sizi dəvət eləyirlər. Siz hər zaman da dəvət eləyəcəklər. Amma müğənnilər elə məsələdir ki, müğənniləri görürsünüz ki, bir
kanal və ya bir veriliş dəvət edir, o birisi veriliş dəvət eləmir və ya deyirlər ki, yox bu olmaz, o olmaz, belə şeylər. Lamiyə xanım, mən demək elə başa istəyirəm. düşürəm, bugünkü gündə bizim problemimiz bilirsiniz nədədir? Açıq sizə deyim də. Bəli. Yəni nədənsə qalma axtarırlar, başqa bir söhbətlərmi yoxdur, nə bilim, o balaca deyir, çək-çevir həyatı eləməyə, ona daha çox meyllənirlər deyə. Sənətə qulaq asan yoxdur. Bəli. Elə deyirsiniz. İstəyirəm, biraz şirin yalana çox meyil var. Bütün elə, indi sizi nəzərə almıram. Adətən istəyirlər ki, efirlərdə şirin yalan danışılsın. Bir yalan danışsınlar, saytlar yazsın. Yalan yazsınlar. Ancaq həqiqəti də deyəndə onlara xoş gəlmir o qədər. Hansız da, bəli, həqiqət gözəldir, həqiqət arxasınca gedənlərdə heç vaxt uduzmuyubdur. Biz də öz həqiqətimizi söyləməyə özümüzə borc bilirik də, nəyimiz var onu danışırıq. Mən həyatda hər zaman yaşadığım həyatı etik davranışdan kənar heç nə eləməmişəm. Bəli. Bəlkə də indi o əyrilər o qədər çoxalıb ki, düzgünlər özlərinə utanırlar bəzən ki, bəlkə biz deyil olmalıyıq. Əvvəl deyirdilər düz əyrini kəsir, indi əyri düzü kəsir. Əyri düzü kəsir həqiqi mənada. Vallahi, hə. Ola bilər müvəqqəti olsun, ancaq ki, yenə də biz Düz deməyə qorxursan, düz hərəkət eləməyə qalsın, qorxursan. əyri də əyriliğində də. Görək. Axırı nə olur, hə? Axırı inşallah. Mən bilirəm ki, yaşadığım həyatdan heç bir narazılığım yoxdur. Ona görə bilirəm ki, həm inanclı insanım. Uşaq vaxtından mən bir söz var, bilmirəm onu bəlkə də Zəlimxan Yaqub deyibdi. İnsan ocaqda doğulanda xoşbəxt olur, yoxsa bucaqda doğulanda yox. Biz də gözümüzü açandan hikmətlərlə dolu bir həyat yaşamışıq. Böyüklərin qarşısında oturmuşuq, onların yanında oturmuşuq, onlardan dərs almışıq. İndi də insanlar kimlərdən dərs alır deyə bilmərəm. Mən o cür yaşamışam, o cür də yaşayacağam. Ailədə də elə davam edir. Ailədə də elə də davam edir. Ailədə bizdə, məsələn, yalan söz heç vaxt olmayıb. Heç vaxt. Nəvələr var. Bir nəvəm var. Maşallah. Allah Qızımın övladı var. Maşallah. Artıq nəvə də var. Hə, var. Bəs mən deyirəm. Allah 2000-ci saxlasın, heç illərdən deməzdim, danışıram. maşallah Yox, olsun. var. Çünki heç dəyişməmisiniz. Siz mənə deyirsiniz dəyişməmişəm, amma mən də icazə verin Şükür- sizə deyim. Çünki şükür ki- heç dəyişməmisiniz. Nə xaraktercə, nə belə bir insan kimi, nə düz demirəm. Nə xasiyyətcə dəyişilməyib həqiqətən də. Həmin hələ Meydan müəllimdir. Nə belə zahirən dəyişmir. Maşallah heç olsun. dəyişməmisiniz. Belə də Bu qəbul da bizi ediblər. sevindirir. İnsanlar da belə də qəbul ediblər. Mahnılarımla da, səmimiyyətimlə də, ünsiyyətimlə də Mahnılarınız çox sevilir. çox sevilir. Bəli, İllərdir sevilir. Elə belə də gedir. Elə Nə də gedir. oxuyursunuz, dəbə düşür. Son zamanlar klip çəkdirmirsiniz. Bəli. Çəkdirmirsiniz. Çəkdirmişəm. Bir dənə elə Çəkdirmisiniz. anonsda gördünüz, o klipi təzə çəkdirmişdim. Aha. O mahnının adı da nağıllarda qalacaqdı. Yaxşı da izləmə var. Oxuyacaqsınız bugün? Oxuyacağam, elə oxuyacağam. İnşallah. Yeni oxumusunuz onu. Yeni oxumuşam. Düzü mən indi belə öz mahnılarım, bu da Allahın verdiyi bir ilhamdır da. İnsan ki qəlbindəkini insanlarla bölüşə bilməsə də, o qəlbində, yəni bu həyatda nə qədər qəlbində saxlamaq olar bunu. Ancaq klassik mahnılara üstünlük verir, repertuarda çoxdur. Mən məsələn Dədə Qorqud kino filmindən mahnını oxudum çoxdan. Elə Lider televiziyasının orada elə olanda mən o mahnı mənə dedilər ki, sənin səsinə çox yaxşı Çox düşür. qəşəng oxumusunuz. Ondan sonra deməli o ki, İncə bellim. incə bellim. Bütün Gözəl oxuyur. Yalçın Rızazadənin Allah rəhmət eləsin. Allah rəhmət eləsin O sənətkarımıza. mahnı qalmışdı kinoda. Kinoda ancaq səslənirdi də. Heç kim elə bir ki, risk eləmirsən, bəzən axı elə mahnılara toxunmaq olmur. Mən də düzü müraciət elədim, biraz özüm də tərəddüd içində oldum. Oxudum, baxdım, yox, qəşəng anlıbdı. Sonradan bütün deməli ki, müğənnilərin 90%-i o Deməli, gündəmdə müraciət olan elədim. müğənnilərin arasında ilk dəfə Meydan bəy oxudu o mahnını. Bəli, Mənim yadıma bəli, gəlir. bəli. Çox da gözəl. Nail Hadi hacanda verilişə gəlirdiniz, derdi onu oxuyun. Bəli. Hər zaman derdi onu Bəlkə oxuyun. elə bu dəfə də oxusun, Ola bilər nə oxusun, olar ki, bəli, niyə də yox. Meydan müəllim. Çox gözəl oxuyubdu. Yəni siz onu dəbə saldınız. Nail də klip çəkdi. çəkdi, soundtrack çəkdi ona deyir. Aha. Elə ondan da Nail Nayboğlu. Nail. Buradan da salamlayırıq onu da. O mahnı indinin özündə də hara gedirəm, həm alqışlarla qarşılanır, həm də mənə deyirlər ki, bəy gəlin daxil olanda birinci o mahnı ilə. Aha, mən sizin mikrofonunuzu dəyişim. Mikrofonunuzu dəyişim. Aha, vermə mənə. Deməli o mahnı o qədər mənim ifamda sevilir ki, toy sahibləri məsələn tədbirlərdə deyirlər ki,
Meydan müəllim o bəyimlə gəlini dəvət eləyəndə Bəli, vağzaldan bəy gəlin sonra daha çox mən də şahid o olmuşam. mahnı ilə dəvət eləyən ona görə ki, biz ona sizi sevmişik. Mənim üçün də əlbəttə sevindirici də xoş gəlir. Hər zaman da o mahnını bəy gəlinlərə ithaf edirəm. Qismət olsun ki, elə bəy gəlinimiz elə bax o elə klassik nəğmələrlə zala daxil olsunlar. Sona xanım. Saç düzümü yenidir. Onlar bir söhbətdən sonra bir şirniyyat verəsiz, şirin eləyim. Bəli, niyə də yox. Bilirsiniz necədir? Adam istər-istəməz tez-tez efirlərdə olanda Arıqlamısınız, olmusunuz başqa adam. Bayaq deyirəm Meydan bəy heç dəyişməyib, amma siz çox dəyişmişsiniz. Bayaq dediniz 42 kilo. 42 kilo az 42 kilo çəki itirdim. Tam özdə əməliyyatsız. Bunu buradan da deyirəm. Bilirəm, sizdə ad çəkmək olmaz, reklam xatirinədir, amma mən öz həkim endokrinoloquma, zob şəkər həkimə, olar. Mən buradan üzümü tuturam. O bizə baxır, niyə deməyək onun adı? Öz endokrinoloquma, zob şəkər həkimə, Sevinç xanım Əhmədovaya ona təşəkkür edirəm. Məhz həqiqətən də onun müalicəsi sayəsində mən sağlam şəkildə 42 kilo çəkini itirdim. Sizdə şəkər yox idi? Şəkərə meylliliyim var idi, insulin dirəncim var idi, xolesterin yüksəkliyim var idi, təzyiqim var idi və qaraciyər piylənməm var idi. 3-cü dərəcə demək olar ki. Və bunların hamısına son dedik. Siz mədə kəstirmə eləmişsiniz? Yox, elə... Mədə kiçiltmə eləməmişsiniz? Bəs demirəm, mədə kiçiltmə elətdirməmişəm. Zob şəkər həkimim məni yalnız müalicə ilə arıqladı. Ancaq müalicə ilə 42 kilo arıqlamaq olur. Ancaq mən indi sizə reklamda, Lamiyə xanım, mən sizə sübut eləyəcəm ki, heç bir əməliyyatım yoxdur. Yox, sübut eləyəcəm. Siz deyirsinizsə mən inanıram. Yox, həqiqətən də. Çox insanlar bəzən inanmırlar, haqqımıza girirlər, deyirlər ki, ay nə bilim, balon udmuşam, banka udmuşam, nə bilim, neynəmişəm, yaxud. Valla inanın mənə ki, mən elə bir insanam ki, bax, hazırlaşıram ki, burnumu əməliyyat elətdirim. Çünki mənim çəpər əyriliyim var, balıq qulaqlarım var. Həm də arıqlamısınız, artıq buruna da ehtiyac da var. Yəni, mən əgər bir əməliyyatı eləyirəmsə, heç bir zaman gizlətmirəm. Burada da məndə kiçiltmə elətdirsəydim, burada nə var ki, deyərdim ki, belə, mən... Amma normal yeyib içirsiniz? Normal deyəndə ki, xüsusi yox. Xüsusi pəhrizlərim yoxdur. Çünki həkimim də gözəl bilir ki, hamımız indi Lamiyə xanım, gəlin açığı danışaq da. Vaxtınız olur tez-tez evdə xorey pişirməyə. Mən ümumiyyətlə xorey pişirmirəm. Ümumiyyətlə, hamımız qaça-qaçdayıq da, belə deyək ki. Ona görə, vaxtım yoxdur deyə xorey pişirmirəm. Məsəl üçün, bir yeməyi pişirirsə, 2-3 gün ən azından qoy idarə olunsun da, belə deyək. Ona görə mənim həkimim hamısını, bütün insanları nəzərə alır və heç vaxt xüsusi pəhriz demir. Sadəcə deyir, bax, gedib əyləşmişsiniz, masadır da, tutaq ki, bu masada bu yeməklər də var, neçə cür yemək var da. Onlardan nələri yemək olar, nələri yemək olmaz. Vəssalam. O cür 42 kilo arıqlamaq olmaz. Və müalicələrim. Mütləq ki, mən qan analizlərimi verdim. Ona uyğun tablet şəklində təbii ki, dərmanlar mənə ki, çünki qaraciyər piylənməm, xolesterini aşağı salmaq lazım idi. Təzyiqlə, yəni bunlar hamısı və şəkəri təmizimləyən, bunların hamısı dərman içərək, belə deyək, yeməyimə diqqət yetirərək və heç kəs onu unutmasın. Elə bir dərman hələ kəşf etməyiblər ki, oturasan yerində, içəsən və o səni arıqlatsın. Mütləq ki, hər axşam yürüyüş etmək lazımdır. Saçın da rəngini də dəyişdiniz. Hə. Tam fərqli. Bir Nahidə xanım arıqlayanda belə təəccüblənmişəm. Bir də siz çox fərqli arıqlamışsınız. O da 40 kilo, 42 kilo, 45 kilo arıqlamışdı. O mənə də kiçirtmişdi o zamanlar. Naidəçqanı buradan salamlayıram. Mən də salamlayıram gözəl dostumuzu. Düzün desəm, sizi elə düşündüm ki, siz mədə kiçiltmə eləmişsiniz. Hətta bu yaxınlarda, yəni ki, bir məclis var idi. Orada bir xanımla rastlaşdım. Xanım özü döndü mənə, dedi ki, Oysonu xanım, inanırsınız, mən mədə kiçiltmə elətdirmişəm. Amma bu qədər arıqlaya bilməmişəm. Yəni, mən demirəm, əstəğfurullah, tövbə, heç kəsə heç nə demirəm. Hər kəs öz deyir həyatının şahıdır, özü bilər nə edər. Amma məsləhət görərdim, əgər müalicə ilə normal qaydada belə arıqlamaq olarsa, niyə gedib mədəmizi kəstiririk ki? Öz aramızdır da. Yəni, çünki mən mədə həkimlərdən də, gastroenteroloqlardan da maraqlanmışam. Mənə deyiblər özləri də ki, Sona xanım, bilirsən ki, bizdə, tibdə kim mədəsini kiçildirsə, onlar biz üçün 2-ci dərəcəli əlil sayılırlar. Çünki çox vitaminlərdən bədənə qəbul olmaq, onlardan məhrum olurlar.
Ona görə də niyə lazımdır ki, əgər müalicə ilə bunu normal qaydada etmək olursa, sadəcə bir balaca da iradə lazımdır da. İradə. Bax, gündəlik də yürüyüş Hər işdə lazımdır. iradə lazımdır Bir Sona balaca xanım. yox, çox iradə lazım. Hər Bəli. işdə, Əsas iradə. ümumiyyətlə həyatda iradə çox böyük şeydir. Çox. Məndən də soruşurlar, necə arıq qalırsan? İradə. Bax. Vacib deyilsə yemirəm. Mən bayaq, Özümü saxlayıram. bayaq nə dedim Lamiyə xanım? Vacibdirmi hər şey? Maşallah olsun, Özdə mən yeməyi sizi... xoşlayan adamam mən. Mən özüm Mən də çox istəyirəm yeməyi yeməyi. xoşlayan adamam, amma çox qəribə bir Amma şeydir görürsünüz, ki... balaca yeyirəm, saxlayıram özümü ki, deməm ki, Yox, biraz inanın kilo mənə verirəm. ki, indən belə siz istəsəz də çox yeyə bilmərsiniz. Çünki biz artıq Yeyirəm, özümüzü... xoşlayıram. Yox. Mən özümü elə bu il yarım, 2 il ərzində özümü artıq elə tərbiyələndirmişəm ki, mən artıq çox yeyə bilmirəm. Çox yeyən kimi hiss edirəm ki, o yox. Nəsə, narahat oluram. Hə, çox yeyə bilmirəm. Belə. Günləri də görmüşük. Hər sahədə. Axırlarını da görmüşük. Aha. Deyin, Çox, deyin. çox, yəni yemək də haramdır, ziyandır. Çox pulun da haramı var. Çox danışmağın da. Hər şeyin çoxu ziyandır. Çoxsu da Hər artıq şeyin işsən, çoxu hə, ziyandır. o da ziyandır. Azı normal deyil, çoxu ziyandır. Yəni lap az olmasın, normal olsun. Məncə qədərində hər şey qədərində çox gözəldir, Deyir, o deyilmi? Sədi deyir, deyəsən deyir, nə çox ye ki ağırlıq etsin, nə də az ye ki can əldən getsin. Bəli. Orta mövqe tutmaq. Ümumiyyətlə mən Allahdan həmişə nəyi istəmişəm, açığı sizə deyim də, indi öz aramızdadır da söhbət, bir də tamaşaçıların arasında. Ay cəmaət, eşidin. Mən həmişə demişəm ki, mənə çox lazım deyil. Nə az ver, nə də çox ver. Amma elə ver ki, mən ən azından balamın qabağında gözü kölgəli olmayım. Heç nə möhtac olmayaq. Ümumiyyətlə bu gözü bu gözə möhtac eləməsin. Bu əli bu ələ, bu ayağı bu ayağı belə deyil. Hətta bəzən baxırsınız o 3 mərtəbəli belə imarətlər olur. Kimsə görürsüz keçəndə deyir, "A, mən heç vaxt heç onu da istəməmişəm." Demişəm, neynirəm o 3 mərtəbəni ki, o ikisində mən yaşamayacaqsın. O yaşamıram da, çatdıra bilmirəm axı bütün otaqlarda yaşamağa. Söhbətimiz oldu. Elə mənim elə bir mərtəbəm olsun, xudmani olsun belə, qəşəng İçində olsun. xoşbəxt yaşayın. Hə. Əsas odur. Razıyam. Sabrinanı gördüm, amma indi Sabrina buradadırmı? Aha. Hə. Deməli, Sabrina gəlib artıq, amma biz reklamlara ayrılacağıq. Reklamlara baxaq. Daha sonra qonaqlarımız da gəlməkdə davam edir. Baxaq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Sənə çox yalvarıram, eşqinlə mən yanıram, gecələr odlanıram, sübhə tək yatmayıram. Gəlməni dindir, qəlbim sənindir. Qəlbim doludur, qəmlə, kədərlə. Gəlməni dindir, qəlbim sənindir. Sənə çox yalvarıram, eşqinlə mən yanıram, gecələr odlanıram, sübhə tək yatmayıram. Gel gül üstü yarım, gel vefalı yarım.
Azərbaycan qızıyam, parlayan ulduzuyam. Azərbaycan qızıyam, parlayan ulduzuyam. Azərbaycan qızıyam, parlayan. Sənə çox yalvarıram. Təşəkkür edirəm. Xoş gəldin əzizim. Necəsiz? Əyləşin, əyləşin, danışın. Sabrina Həmzəyeva. Bəli, bizim qonağımızdır. Biraz geciksə də, amma yenə də gəlib çatdı. Üzürlü sayın. Üzürlü sayın. Bir daha xoş gəldin. Salamlayıram tamaşaçıları, qonaqları. Məmnun oldum. Təşəkkür edirəm dəvətiniz üçün. Biraz həyecanlıyam. Gecikmişəm efirə. Üzürlü sayın. Hər şey yaxşıdır. İlk səfərdir sizlə verilişdəyik. Belə, yəni mən əslində sizlə bir dəfə telefonda danışmışam. Neçə il bundan öncə Emili efirə istəyirdim. Qismət olmadı. Allah ona qəni-qəni rəhmət eləsin. Rəhman müəllimə də səbir versin. İnanırsınız, Sona xanım verilişə gəlib çıxmadı. O dünyasını dəyişəndən sonra mən oturdum, öz-özümə düşündüm. Ondan bir 10-15 gün sonra dünyasını dəyişdi. Mən o qədər narahat oldum. Dedim ki, bax mən onu dəvət eləmişdim də, o niyə mənim verilişimdə olmadı? Mən niyə onunla veriliş, yəni o qədər gözəl bir veriliş düşünmüşdük ki, amma verilişə gəlib çıxmadı, problemi olmuşdu Sabrina ilə, o telefonla danışdıq. Səhhətində narahatçılıq var idi. Hə. Amma çox istəyirdi, yəni ki, gəlməyi çox gəlib istəyirdi. çıxmadı. Mən Bəli, mən də biraz... O qədər, mənə təsir elədi. Dedim, mən gör necə ürəyimə dammışdım. Mən onu dəvət eləmişdim. Ondan o qədər gözəl söhbət eləmək istəyirdim. Çünki adamı dinləyirdim. Yəni, musiqilərini dinləyirdim. Ona qulaq asırdım. Dinləyib də ağlayırdım. İndi də qulaq asıram. Nə yalan deyim. Dinləyib də ağlayırdım. Danışacaq o haqda. Bir qonağımız da var. Rəvan Nofəloğlu. Rəvan, xoş gəlmişsən oğlum. Xoş gördük. Yaxşısan inşallah ki. Şükür Allah, yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam. Yaxşı olun. Mən də salamlayıram buyur. izləyicilərimizi, sizi salamlayıram, Meydan əmini salamlayıram. Sona bibimizi salamlayıram, sizi də salamlayıram. İlk öncə üzr istəyirəm. Biraz sıxlıq var idi deyə gecikdim. Heç nə olmaz. İnşallah bu hala bir də yol vermərik. Çox sağ olun, dəvət eləmisiniz. Allah razı olsun. İnşallah maraqlı efir olacaq. İnşallah. Mən Rəvan, Allah təala rəhmət eləsin. Mən Rəvan balaca idi. Mən onu izləyirdim. Yəni həm ifaları balaca vaxtı da daha çox maraqlı olur axı uşaqlar atasının yolu ilə gedirdi, indi də gedir. Yəni necə inkişaf eləyir, çox maraqlı. Artıq inkişaf elədi və nə yaxşı, hələ düzdür, onun gələcəyi qabaqdadır. Mən prodüsera neçə vaxt deyirəm ki, dəvət eləyək, o uşaq gəlsin. Fikrim qalıb o uşağın yanında. Yəni özümün bir incəsənət adamı kimi düşünürəm ki, görəsən dəstək varmı? Varmı sənə dəstək efirlərə çıxmaq üçün? Əlbəttə, mənim ən böyük dəstəyim ən birincisi anamdır. Buradan anamı da salamlayıram. Baxırlar sənə, bilirlər də verilişdəsən. Mama bilir, salamlayırıq buradan ananı. Mənim ən böyük dəstəyim anamdır. Allah ona ömür versin inşallah. Amin. Yəni şükür Allah, hər şey yaxşıdır, əladır. Atamı istəyənlər, sənətini istəyənlər dəyər verirlər, sağ olsunlar. Çox sağ olsunlar. Ümumiyyətlə, Lamiyə xanım, icazə versəz, onu vurğulayım ki, hələ bu yaxınlarda biz Rəvanla elə bir məclisdə idik. Gülnalə Ələkbərlinin də bilirsiniz ki, toyu oldu, Allah onu xoşbəxt eləsin. Təbrik edirik, bəli, biz göstərdik. Mən onu vurğulamaq istəyirəm ki, yəni sənətindən də əlavə, maşallah olsun elə vidindən, gözəlliyindən, baxımından da əlavə, ümumiyyətlə, kişi xeylağına düzdür, gözəl deməzlər, yaraşıqlı deyərlər. Uşağımız da bizim, o bizim oğlumuzdur. Həqiqətən də gözəl də qabiliyyəti var. Yəni o qədər mədəni oğlandır ki, həqiqətən çox, o qədər qabiliyyətlidir ki, Allah onu xoşbəxt eləsin. Amin. Meydan əmi dedin. Münasibətlər yaxşıdır deyəsən. Yəni əslində bir-birinizdən xəbərsiz dəvət eləmişik. Meydan əmi ilə mən belə gündəlik münasibətdə olmasaq da mən Meydan əmi xətrini dünyalar qədər çox istəyirəm. Meydan əmi atadan gəlir bu, o vaxtdan gəlir yoxsa belə o vaxtdan mən Meydan əmi mahnılarını çox bəyənirəm, çox istəyirəm Meydan əmini. Meydan əmi bizim ağsaqqalımızdır, böyüyümüzdür. Allah ona ömür versin. Sən çörək tapdın bala. Baba, sən çörək tapdın. Dinləyək səni, mən istəyirəm dinləyək. Mən elə bir dənə istəyirəm müdaxilə eləyəm. Buyurun. Siz insanda etik dedim ki, normalar hamısı yerindədir. Bizim yəni mən də ona qardaş oğul deyirəm. Elə atası da belə idi. Atası da çox mərhəmətli insan idi. Bunun bir əmsi oğlu da var, Bəhruz. Mənim də qismətimdədir. Mən baxaran kimi bilirəm ki, o hissiyatım güclüdür. Hansı insan necə düşüncədədir. Mən baxaram ki, çox mərhəmətli oğlandır. Mən də özümə həmişə qardaş oğlu bilmişəm. Maşallah.
Oğlum, sənin bir musiqi dinləyək səndən. Tamaşaçılar deyər ki, Lamiyə, danışırsan, amma qoy uşaq bir ifa eləsin. Dinləyək, buyurun. Çox minnətdaram Rəvan. Təşəkkür edirəm. Soruşmaq istəyirəm, məktəbi bitirmisənmi? Bu il 11-ci sinifdəyəm. 11-ci sinifdəsən. Dərsə gedirsən? Gedirəm, bəli. Gedirsən? Gedirəm, bəli. Yəni, ali məktəbə hazırlaşırsanmı? İncəsənətə inşallah hazırlaşıram. İncəsənət Universitetinə hazırlaşırsan. Nə gözəl. Özüm mən Bülbüldə oxumuşam. Bülbüldə oxumusan? Bəli, Bülbül adlı orta ixtisas məktəbində. Bəzi problemlərə görə orada davam eləyəmədim. Çünki orada bizim evdən biraz uzaq idi. Ona görə. İndi musiqi məktəbində hal-hazırda. İnşallah hazırlaşıram. Buradan da müəllimimi salamlayıram, Fərid müəllimi. Biz də salamlayaq da. Qismət İnşallah olsa ki, incə- İncəsənət Universitetinə hansı fakültəsinə? Xalq alətləri də oxu. Xalq çalğı Xalq çalğı alətlərində, tar alətləri. üzrə, bəli. Deyirəm də, hə. Sən tarda da ifa edirsən, deyil mi? Bəli, tardadır. Tardı, uddu, gitaradır. Yəni bunlar... Ut yalan deyərəm, bacarmıram, amma tarda ifa edirəm. Aha. Bəli. Çox yaxşı. Uğurlar Əslində, olsun. bəli, repertuar da seçirsən, toylarda da olursan. Bəli. İndi hal-hazırda ifa elədiyim mahnı Gözəl Türk müğənnisi Mahsun Qırmızı Gülün repertuarından idi. Ay aman aman mahnısı. Aha. Bəli. Bunu mən ifa elədim. Milliləşdirmisən də onu. Bunu ifa elədim sosial şəbəkədə, yəni yaxşı Şəbəkə qarşılandı, bəli. qarşılanıb.
Sən Yaxşı ümumiyyətlə baxışam. pərəstişkarların çox da. Şükür Allaha azdan çoxdan. Qız. Qız oğlan. Qız pərəstişkarları Biraz çox. çətin sual oldu. Hələ neçə qızların ürəyini daya belə Hələ var da, oğrayacaq. əlbəttə ki. Hələ 11-də oxuyur. Maşallah 17 yaşı var. Evet. Mən özüm gəncliyim, uşaqlığım yadıma düşür. Mən 10-cu məktəbi qutarandan getdim də toylara. Əsgərlikdən sonra gəlirdim o Jimmy'nin Tansor Disco. O mahnılar, o kinolar onda təzə çıxmışdı. Mən də əsgərdən gəlmişəm, bilmirəm də. Deyirlər ki, belə bir kino var. Mən də geyinirdim, nə bilim, cins saat geyinirdim belə, o motosiklet saat belə şeylər. Toya gedirdim, gitara çalırdım da həm də. Həm gitara çalırdım, həm də oxuyurdum. Belə pastavka qoyurdum. Onda görürdüm, həqiqətən də o gənclik ab-havası, gənclik tərəbəti başqa şeydir. Mən hər kəsə, yəni öz sevgimi heç nəyə dəyişmərəm. Sadəcə olaraq baxırsan ki, o gənclik dövründə hamı sənin pərəstişkarındır. Qızlar, oğlanlar, indi oğlanlar o qədər qısqanclıqla yanaşa bilirlər. Belə düzülürdü. Məsələn, görürdüm də indi kənd həyatıdır. Qızlar belə indi universitetdən gələnlər yay tətilində gəlirdilər. Hamı belə düzülürdü qarşımda. Görürdüm ki, hamısı belə özləri də, yəni o tərəbət, o gözəllik, onların insana olan sevgisi insanı daha da ruhlandırırdı. O hissləri mən keçirmişəm. Rəvan da bilirəm ki, həm elə mədəni oğlandı, həm də ki, Allah eləsin, Allah bəxtini versin inşallah. Taleyi bəxti gözəl olsun. Bunlar hamısı, bu şeylər hamısı gəncliyin əlamətidir, gənclik tərabətidir. Bu gitara da indi rəhmətli Rəmişdən qalıb, ancaq ki, buradan Elman Namazoğlu'na salamlayıram. Bəli, buradan salamlayıram. Mən də salamlayıram. Sənətkarımız. Allah hamıza kömək olsun. Telefon xəttində Mehman bəy. Mehman bəy, gününüz uğurlu olsun. Biz sizi eşidirik. Alo, Bəli. salam aleyküm. Salam aleyküm. Efirə zəfirmişsiniz. Biz sizi dinləyirik, buyurun. Mən Meydan Əskərovla danışmalıydım. Buyurun, Meydan müəllim, buyurun, cavab verin. Mikrofonu ver zəhmət olmasa, salamlaşın. Salamlayıram qardaş, salamlayıram. Buyurun. Salam aleyküm. Aleykümə salam. Meydan müəllim, necəsən? Sağ ol qardaş. Təşəkkür edirəm, var olun, minnətdaram. Mehmandır, tanıdın? Tanıdım, Hüseynov. tanıdım, bəli, tanıdım. Televizora baxırdım, sizi gördüm. Təşəkkür edirəm, Mehman. Ruzun bol olsun, işlərin xeyirli olsun. Sağ ol. Nə işdə işləyirsən, tarlan da bərəkətli olsun. Sağ ol, çox sağ ol. Səndən bir Vedinin yanı dağlarını istəyirdim. Bir də eşidim sizdən. Hansı mahnı? Vedinin yanı dağlar, o bir bayatıdır. Mən Vedi Basar mahalındanam, Qərbi Azərbaycanım. Vedi Basar mahalından, biz bir kənddənik, mənim qohumumdur, özü də yaxşıdır, qardaşdır. Ona görə də o mahnını istəyir, onda yəqin ürəyi Niyə də yaralı. olmaz? Olar. Olar Mehman bəy, inşallah, bu canlı olar. verilişdir, görə indi alınsa eləyərəm. Bir parça heç olmasa bayatı kimi ifa eləyərik. İnşallah. Sağ ol, Təşəkkür edirəm təşəkkür zənginizə edirəm, görə. təşəkkür edirəm. Var belə qonaqlar. Salam, necəsən? Bəli. Bir dəfə bir kanalda O veriliş doğmalıqdan gedirdi. irəli gəlir. O da canlı veriliş idi. Canlı ifa idi. İlqar Muradov da qonaq idi. Deməli, ansambl və oturublar özü danışır, salamlaşır. Çox maraqlı bir layihə idi. Neçə il bundan öncə. Birdən bir dənə qadın zəng elədi. O da İlqar salam, bu da deyir salam aleyküm. Necəsən İlqar? O da deyir yaxşıyam, sağ ol. Mama necədir? Evdə nə var, nə yox? O da deyir sağ ol. İndi təbii İlqar Bugün pişirmişsiniz, nə yeyirsiniz? İlqar müəllimi buradan salamlayıram. İlqar Muradov, sənətkarımız. Bilmədi nə cür cavab versin ki, yəni bu efir deyil. Axırı o qədər yadımdan çıxmıyor, o qədər gülmüşdük. Bir dəfə bir söhbət, belə maraqlı bir hadisə baş veribdi. Mən də anam rəhmətlik, biz qurban kəsirdik həmişə. Deyirəm, Allah bütün qurbanları qəbul eləsin. Dedi ki, bir dənə oğluya zəng elə, Nərmana, deyən ki, gəlsin qurban payını aparsın. Mən də zəng elədim, əlim də yağlı, belə də özüm həmişə elə şeyləri istəyəm ki, özüm eləyəm də, kimsə müdaxilə eləməsin. Götürdüm belə telefonu, zəng eləndə, o da çox belə inançlı adamdır. Zəng eləndə birinci deyir, Allah köməyin olsun. Zəng elədim, dedi ki, alo, dedim, baxdım, dedi ki, alo. Dedim, əmoğlu, salam, necəsən? Yaxşıyam. Dedim, əmoğlu, evdəsən? Dedi ki, hə.
Dedim xəstələnməyibsən. Böyle baxıram tamam başqa bir avradda. Deyir yox. Dedim bu belə Allah köməyin olsun deməlidir axı. Baxam telefon belə açdım baxam. Ay Nərman zurna çalan. Başqa Nərmana zəhmət. Dedim Nərman bugün toyun var sən? Dedi ki toyun var. Dedim uşaqlar dedi ki gör boş zurna çalan varsa elə dedim özümki olsun da başqası olmasın. Burada sala bilirəm. Yıxmış ama. Nərman bəy, neçə ildən sonra... Amma oğlan sala bilirəm, zurna çalanı da sala bilirəm. Amma oğlaya da salamlar olsun. O var da doğrudan da. Adam gözləyib ki desin Allah köməyin olsun. Buna nə olub? Xəstələnmirsən, niyə demirsən? Reklamların vaxtıdır. Reklamlara ayrılır daha sonra birlikdə baxaq. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Günorta efirdəyik. Reklamlar bitti dostlar. Mən sponsorlara təşəkkür edeyim. Daha sonra gözəl musiqilər dinləyəcəyik, gözəl söhbətlərimiz olacaq ki, siz də bizi izləyin. Mən danışacağım bir Sleep Baby uşaq bezləri. Balaca mələklərimizin ən yaxın dostlarından danışacağım. Körpələrimizin rahatlığı, sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri, yanlardakı elastik bantlar evladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby'nin eləcə də nəm salfetləri də var ki, ətirlidir, meyvəlidir, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə biləcəksiniz. Sleep Baby anaların və körpələrin dostu. Sevginin ən saf anı toy günüdür. Deniz Wedding Azərbaycan. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Deniz Wedding Azərbaycan. Unutmayaq ki, Deniz Weddingdən gəlinliyi icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Deniz Wedding Azərbaycan, ünvan Xocalı prospekti 29. Əlaqə nömrələri 050 424 07 70. Deniz Wedding Azərbaycan. F Group Construction bizə deyir ki, arzularınızı reallığa çevirən ünvan elə bizik. F Group Construction təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir bizə. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada görmək istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzə əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə nömrələri 055 666 88 88. F Group Construction. Bizə etibar edin. Və Tam Store Marketlər şəbəkəsi. Dostlar, 30 sentyabr bitdi artıq. Amma yeni kampanyamız var. 14 oktyabr tarixinədək Tam Store'larda Super Ailə, Super Endirim kampanyası davam edir. Super Ailə, super endirimləri ilə gəlir. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store Marketlər şəbəkəsi Bakı ilə yanaşı Abşeron, Sumqayıt, Naxçıvan, Qazax, Akstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin bütün filiallarında keçərlidir. Bütün filiallar 24 saat müştərilərinizin xidmətindədir. Kampanyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsinin sosial şəbəkələrdən izləyə bilərsiniz. Tam Store, tam istədiyiniz market. Təşəkkürlər sponsorlarımıza. Meydan müəllim, bu meydandır. Buyurun, sizi gözləyirik. Mən elə birinci mahnı səni sevmək üçün gəldim dünyaya. Zənimxan Yaqubun sözləridir. Musiqisi təvəzzükardan uzaq olsa da özümə aiddir. Siz əvvəldən də mahnılar yazırdınız. Bəli, elə demək olar ki 90%. İfa elədiniz bütün xitlər də özünüzə məxsusdur. Özümə aid sözlərin musiqisi. Aranjmana görə də Sadiq xana təşəkkür edirəm. İkinci mahnım da nağıllarda qalacaq. Yeni klipləndi. Onu da təqdim edim. Qoy sevənlərin inşallah gözəl günlərində səslənsin. Səslənsin, buyurun. Mənim eşkim nağıllarda qalacaq, mənim eşkim dönüb dastan olacaq. Sevənlərin ürəyində hər zaman mənim eşkim dünyaya səs salacaq.
adetiyle elçi düşmüşem. O tayda bir güzel kız beğenmişem. Elin adetiyle elçi düşmüşem. Arazın üstünden keçip gelmişem. Arazın üstünden keçip gelmişem. Yar deyip düşmüşem ben diyar diyar. Benim bu halımı sevenler duyar. Yar canım kalım benim o tayda. Yar canım kalım benim bu tayda. Yağışta, tufanda, boranda, karda. Çağırsan gelirim yanına senin. Keşke ellerine dokuna elim. Çağırsan gelirim yanına senin. Keşke ellerine dokuna elim. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Esen küləklərdən ətrini aldım. Meylimi mən sizin ellere saldım. Esen küləklərdən ətrini aldım. Meylimi mən sizin ellere saldım. Senin həsretindən solup saraldım. Senin həsretindən solup saraldım. Gel seni yaparım bizim ellere. Bizim bu eşkimiz düşsün dillere. Yar canım kalım benim o tayda. Yar canım kalım benim bu tayda. Yağışta, tufanda, boranda, karda. Çağırsan gelirim yanına senin. Keşke ellerine dokuna elim. Çağırsan gelirim yanına senin. Keşke ellerine dokuna elim. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Benim eşkim nağıllarda kalacak. Benim eşkim dönüp dastan olacak. Sevenlerin yüreğinde her zaman. Benim eşkim dünyaya ses salacak. Güzel, ne güzel mahnıdır bu. Teşekkür ederim. Bunu da yəqin ki toy məclislərində Bəli, bəli. Daha çox bu dəqiqə hamıdan istəyirlər. Bir ay müddətində, yəni 100 minə yaxın baxışdır, real baxışdır YouTube-da. Elə belə də toyda da istəyirlər. Bizim mahnıda biraz melodiya da gözəldir, söz də gözəldir, olmalıdır hamısı. Biz de yani o dediğim kimi çərçivədən kənara çıxmırıq. Rəqslər necə idi Özü də bəs? əsl. Bəli. Rəqslər necə idi? Sizə mən təşəkkür edirəm. Oynardıq, Hər bizə təşəkkür edirəm. Yo, burada Bəli. həqiqətən də sümüyə düşən mahnı. Bilirəm Deyir, də mən. arxada toyxana idi, Bəli, xəbərim gördüm yox mən idi. özüm biraz çevrilə bilmirdim. Tamaşaçılara görə təşəkkür edirəm. Çox gözəl bir aura yarandı. Minnətdaram. Bəli, biz Rəqs gözəl qrupu indən mahnı. belə Şadlıq sizlərə evinin adı MTV. indən belə harda olsam sizlər bir rəqs qrupu kimi yanında istəyirəm. Xahiş edirəm 8 min. 8 mindir. min, bəli. Bir 8 min Yaxşı. verəcəm oynamaklarına. Səbinə sakitcə, Sabrina. Sən qəşəngdir Səbinə də deyirəm, nə olsun, hə? Əsl adın Sabrina deyil. Sabrina, bəli, Sabrina. Sabina. Bəs niyə Sabrina. Sabrina? Yaxınlar amma Səbinə deyir, Səbiş deyir. İncimirsən də. Yox, onu. əlbəttə ki. Aha, tərtərdən deyirlər zəngimiz var. Bir cavab verək. Tural bəy. Bəli. Bəli. Salam əleykum. Əleyhissalam, əleyhissalam. Turalın xalasıyam. Turalın xalasıdır. Hə, oradan Turalın səsi gəlirdi. Hə. Telefona burada o zəng eləyib verin. verib sizə. Hə. Ben danışmak istedim. Can. Birinci qonaqlarınızı təbrik edirəm. Hər gün də sənin verilişinə baxıram. Ay, Çox can. gözəl veriliş aparırsınız qadın hanım. Can. Özünüzdə Adınız nədir xala? Nəbiyeva Birliyat. Bırlant xanım. Ay, hardan zəng vurursunuz? Tərtərdən o Bəh, Qaradağlı kəndindən Meydan müəllim oxuyur. Meydan müəllimdən də
Ayşoğlu var, Ümit. Onlardan alem dostluk get gelişimiz var. Ümit, bacımız O da oğlu. buradan Sarol'dandı, kadın alım. Ben Sarol'dan. Ay ne güzel, ne güzel. Çok hoş oldu sizi eşittik. Aha, deyin görüm ne arzuluyorsunuz, ne eşitmek istiyorsunuz? Elondan bir mühendis diyerdim. Meydandan. Kahraman Terter. Meydan müəllimlə. Terterman soxmusunuz? Hə. Ha, lap yaxşı. Baş üstə. İndi bacardığımız qədər. Hə, qadın alım. Teşekkür ederim. Çox Sağ olun. təşəkkür Ben de edirəm. salamlayıram bütün qohum Buyurun, əqrəbaları. danışın sizlə yəqin danışmaq istəyirlər. Danışmaq istəyirlərsə danışsınlar. Buyurun. Mən də salamlayıram bütün qohum əqrabanı, dostları, sevənləri. Təşəkkür edirəm dəyər verdiyinizə görə. Minnətdaram. Aha, təşəkkür edirəm. Çox sağ olun. Mənə dedilər Tural bəy, görsün deyir, mən deyir dedim zəng elədi. O deyib telefonu yığın. Çox gözəl, çox təşəkkür edirəm Brilliant xanım. Minnətdaram sizə zənginizə görə. Belə, varmı qohumlar Tərtərdə? Bacım gel Tərtərdə. Ha, deyir bacısı oğlu ilə dostluğumuz var, ailəvi dostluğumuz var. Odur ki, Mən də bütün qohum əqrəbə yığılıb böyük zəng eləyir. can sağlığı arz edirəm. Allah kəsin olsun. Təşəkkür edirəm. Sağ ol. Həmişə mehriban olun. Çox Həmişə mehriban olun. Hə. Sonra Allah həmişə qohumlu, əqrabalı Sizin eləsin. görmədiyiniz bir şey oldu. İndi başqalar olsa deyərdi, mən demədim. Deməyəcəm. Deməyim, hə? Deməyim, yox, deməyim. Bacı oğlunu da salamlayıram buradan. Ay, sağ olun. Unutdu. Ümidimiz onadır. Allah saxlasın. Lap yaxşı, lap gözəl. Elhan bəy, Bəli, Lamiyə xanım, hər vaxtınız xeyir olsun. hər vaxtınız xeyir olsun, necəsiz? Günümüz xoş, işləriniz keçsin inşallah. Amin. Sizinlə Hər birlikdə. birinizi salamlayıram. Hər birinizi bağrıma basıram. Mən də Erhan Elxanoğlu. Sizləri salamlayıram. Təşəkkür edirəm. Buyurun, hardan zəng vurmusunuz? Mən özüm əslən Ucar rayonundanam, amma hal-hazırda Bakıda yaşayıram. Ay, nə gözəl. Buyurun. Gözəl Bir gününüz istəyiniz olsun. var mı bugünkü verilişimizdən? Mən Rəvan qardaşımıza təşəkkür edirəm. Aha. Maşallah, yaşı az olsa da atdığı addımlar yaşından da böyükdür, həqiqətən də. Bəli. Allah Çox sağ ol. rəhmət eləsin. Var ol qardaşım. Buradan Erhan bizim gözəl qardaşımızdır. Gözəl müğənnidir. Ha, Bəli. müğənnidir. Bəli, gözəl səsi var, maşallah. İstedadlı qardaşımızdır. Allah onun da uğurlarını bol eləsin. İnşallah toyva gələk qaqa. İnşallah. Çox təşəkkür edirəm. Elhan, buradasınızmı? Bəli, buradayam. Aha, siz deyirdiniz, onun atası haqqında nəsə danışacaktınız. Buyurun. Bəli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin gəni. Çox gözəl insan idi. Torpaqsan yaşasın. Amma özü olmasa da Rəvan qardaşım onun yolunu davam eləyir. Hava olsun, əhsən olsun. Öpürəm bibnərlərindən də ki, bu cür insan, bu cür oğul övladı dünyaya gətirib. Minnətdarıq Elhan. Çox sağ olun, zənginizə görə minnətdarım. Belə, yəni görürsənmi, əslində mən elə onu deyəcəkdim ki, nə yaxşı ki, sən bu sənəti davam edirsən və bu sənin missiyana düşdü bu sənəti davam eləmək. Onun ocağında, Nofəl qardaşımın ocağında, yəni onun sənətini davam edən var. Nə xoş. Məsələn, mənim atam Tarzəndir. Allah ölənlərimizə rəhmət eləsin. Mən o tarı o qədər qoruyub saxlayıram. Çox ümid eləyirdim ki, çox üzr istəyirəm böyüklərdən. Evdəki evladlarımdan biri musiqiyə gedər və mən o tarı ona hədiyyə eləyərəm. Amma istedadı olsa da musiqini seçmədilər. Tar da evimizdə qalıbdı. Amma nə gözəl, bax sən davam edirsən, o gitaranı bir siminə toxunursan, Sağ o olun, atanın çox ruhu bir dənə şad bir olur. haşiyədən qırağa çıxım. Deməli, bundan 5 il əvvəl atanın yas mərasimində mən onda gitara ilə məşğul olmurdum. Bir çox sənət adamları buradan salamlayıram hamısını. Oturmuşdular, mənə Mübarizəmi yaxınlaşdı, Aşıq Mübariz. Aşıq Mübariz. Bəli. Mübarizəm idi, Manafəm idi, hamısını salamlayıram. Yaxınlaşdılar, məndən xahiş elədilər ki, gitaranı yerdə qoyma, onu davam elə. Neçə yaşın var idi sənin 5 il bundan öncə? 12 yaşın var idi. 12 yaşım var idi, bəli, 12 yaşımda. Xahiş elədilər ki, o gitara toz basmasın, onu davam elə, biz səndən gözləyirik hamısını. Elə mənim bu sənətə gəlməyimə demək olar ki, elə ən böyük səbəblərdən biri də elə Mübarizəmidir. Onu buradan salamlayıram.
Biz də salamlayırıq Aşıq Mübarizə. Əslində bu gün vaxtı olmadı, biz onu da dəvət eləmişdik. Mübarizəm bizim gözəl əmmimizdir. Sonra Namiq əmini buradan salamlayıram. Aşıq Namiq ilk dəfə Fərhadoğlu. Bəli, ilk dəfə Salamlayırıq. televiziyaya mən addımı Namiq əminin efirindən atmışam. Elə ad günü idi bu yaxınlarda da. Bəli, onu təbrik edirəm. Təbrik edirəm. Allah ömür versin. Aşıq Namiqi. Hə, deməli onların dəstəyi, onların məsləhəti ilə gəlmisən bu sənətə. Bəli, onların da mən heç vaxt yəni unutmuram. Yəni mənə olan yaxşılığı, mənə olan dəstəyi, sağ olsunlar, var olsunlar. Bəli. Yəni o vaxta qədər gitarada bir ifalar falan, yoxsa elə həmin vaxtdan sonra başladın? Yox, mən başqa televiziyalarda qeyd eləmişdim. Mən oxuyurdum. Ata məni hüquqa yönəltmişdi. Hüquqşünas olmaq istəyirdim. Hə. Bəli. Gözəl də oxuyurdum, əlaçı idim məktəbdə. Ata rəhmətə gedəndən sonra bu yük mənim üstümə düşdü. Belə başa düşdüm ki, musiqi ilə məşğul olsam daha məsləhətlidir, daha yaxşı olar. Nə gözəl. Seçiminə çox böyük hörmətlə yanaşıram. O ki qaldı ağsaqqallar, yəni əmilər bunu məsləhət görübsə, demək sən də sözə baxıb davam eləmirsən. Nə xoş oldum. Çox minnətdaram. Çox xoşdur mənə bir insanla bir verilişdə olmaq. İlk dəfədir gəlirsən, amma səni arzulayırdım, biləsən. Sən mənim arzulanan qonağımsan. Çox sağ ol. Buradan mama da bilsin. Hə, özüm arzulayıb dəvət eləmişəm. Çünki elə doğrudan da sosial şəbəkələrdən də onun tərbiyəsini görürdüm, o mədəniyyətini görürdüm, o körpü olmağına baxmayaraq özünü aparmağını görürdüm. Telefon xəttində Zeynəb xanım. Bəli. Gününüz uğurlu olsun. Biz sizi dinləyirik. Sağ olun. Sizlə bir yerdə. Gün ortanız xeyir olsun. Necə deyirlər, qonaqlarınızı salamlayıram. Xoş gəliblər hamısı. Mənim sözüm hamısını təbrik eləyirəm necə verilişdə olduqlarına görə. Rəhman müəllimin gəlini Eminin yoldaşınadır. Onu Eminə görə demək istəyirəm ki, çox istəyirdim mən o müğənnini, çox bəyənirdim onun səsini, hayf ona olsun. Amma ki, onun davamçısı olsun, onu görəndə həmişə o yadımıza, Emin yadımıza düşür. Sabrina xanımı deyirəm. Bəli, bəli, Salamlayıram, təşəkkür edirəm. Və onun hər dəfə onu görəndə çox gözəl, heyf ondan, çox gözəl oxuyurdu. Səhv eləmirəmsə Azəristar, yoxsa hansısa? Azəristardaydı, hə. Çox belə özünə məxsus. Hayf ondan ki, tez getdi aramızdan, necə deyirlər, cavan getdi. Qəmləndirmək istəmirəm Sabrina xanımı da. Mən bilən bir yadigarı olmalıdır. Allah onu qorusun. Çox sağ olun. Allah bütün balaları qorusun. Rəhman müəllimə də salam söyləyirəm, necə deyirlər. O da yaxşı aktyordur. O da uşaqların necə sevimlisi olub. Həmçinin də orada aktrisamızı görürəm. Aktrisamızı da rollarını... Çox sağ olun. Təşəkkür edirəm. Sona xanım, bəli, tanıyıram. O məni tanımır düzü, amma mən onu tanıyıram. Toy məclisində də bir, necə deyərlər, çoxdan ki, laf çoxdan. Amma ki, uzaqdan uzağa, laf uzaqdan elə bir qohum kimidir. Arıqlayıb 42 kilo, xoşunuza gəlir? Öpürəm sizi, çox sağ olun. Sağ olun. Onu demək istəyirəm ki, aktrisa kimi çox bəyənirəm onu da. Çox həddindən artıq mükəmməl oynayır rollarını. Çox sağ olun. Zeynəb xanım. Seriallarda, bəli. Deyin, siz deyin, bitirin. Seriallarda da çox bəyənirik, çox həddindən artıq, necə deyərlər, ürəyə yatımlı oyunu var, özünə məxsus oyun oynayır, necə deyərlər, ifa edir öz rollarını. Çox sağ olun Zeynəb xanım. Ay Zeynəb xanım, bəli. Kilolu vaxtı xoşunuza gəlirdi, yoxsa 42 kilo itirəndən sonra? Elə ikisində də yaxşıdır, kilolu vaxtda xoşuma gəlirdi. Çox təşəkkür ederim. Zeynəb xanım, çox sağ olun. Çox bəyənirdi onu. Minnətdarım, var olun. Belə Sabrina, bir şey soruşum. Emil'in dünyasını dəyişməyə nə qədər vaxtdır artıq? 2 il oldu. 2 il keçdi. 2 il keçdi, bəli. Sən həyatına necə davam edirsən? Sənətimlə, ailəmlə davam edirəm. Ailə demişkən? Uşaq, anam. Evladınız var idi? Bəli, evladım var. Mənim birinci, üzr istəyirəm. Başa düşdüm. Evliliyimdən bir evladım var. Eminin də bir oğlu var. Bir oğlu, bəli. Birinci evliliyindən Allah bütün balaları qorusun. Bizimkilər də onun içində. Allah Emilə rəhmət eləsin. Allah qəni bir sual verəcəm, bəlkə də yersiz çıxar, amma yəni əslində veriliş başlamadan öncə də anonslar gedirdi və bilirdilər ki, siz efirdəsiz, olacaqsınız. Mənə dedilər ki, bir soruşarsan. Mən də onu düşünürəm ki, ayrılıqda soruşmaqdansa tamaşaçıların qarşısında soruşum. Çünki bunu elə tamaşaçılardan gəlib bu sual.
ailə qurmaq fikrindəsənmi? Və ya bunu eləyəcəksən bir neçə il sonra və ya yox, tamamilə Emildən sonra ailə qurmaram deyirsən? Belə deyim, mənim Emildən əvvəlki həyatım var idi, amma Emildən sonraki o şəxsi münasibətlərdə, yəni məncə o heç alınası şey deyil. Çünki necə deyim, əgər insan yəni əgər o gətirmədisə, o şansın ailədə gətirmədisə, bundan sonra inanmıram və çətin ki, mən Emilə sərf elədiyim enerjini, o istəyi, o necə deyim, onu heç kimə sərf eləyə bilmərəm mən. Yəni mümkün olan şey deyil. Bəlkə kimsə bu səfər o yox, enerjini olmaz. sizə sərf Çünki mən eləyəcək. belə deyim də, yəni Emil deyəndə Sabrina yada düşür, Sabrina deyəndə Emil yada düşür. Düzünü Yəni deyək, bu artıq həm də müəyyən səni yaşım biz var. Emilə görə sevmişik. Təbii ki Səsini də, də Emilin səsinin təbii ki də mən yanında bununla olduğu üçün fəxr eləyirəm. sevmişik. Mən fəxr eləyirəm ki, yəni mən Emil kimi sənətkarın belə deyim, yanında olmuşam, onu dinləmişəm, ondan bəhrələnmişəm. Yəni ona görə fəxr eləyirəm mən və bu danılmaz bir faktdır. Yəni bunu danmaq Yeri gəlmişkən Rəhman müəllimi buradan salamlayırıq. Salamlayıram papanı, danışmışam bura gələndə. Həyat yoldaşını əməliyyat eləyirlər, açıq ürək əməliyyat eləyirlər həyat yoldaşını. Allah kömək olsun, dualarımız ondan. Dualarımız sizinlədir Rəhman müəllim. Yenə də efirdə gözləyirik nə zaman vaxtınız olsa bu qapı sizə açıqdır. Papa buradan çıxıb gələcəm yanıma, bilmirəm baxırsan, baxmaz yəqin, amma ki gələcəm, gedəcəm yanına. Başı qarışıqdır. Bəli, əməliyyatdadır amma siz gedəcəksiniz, siz tez-tez görüşürsünüz, gedirsiniz. Əlbəttə, tez-tez. Həftədə 2 dəfə mən onu görməyəndə. Papa deyirsən ona? Papa deyirəm. Papa deməkdə də davam edirsən. Bəli. Maşallah olsun, Rəhman müəllim indi mən neçə illəri tanıyıram da. Neçə ildir onu? 30 ildir sənətdəyim, 30 ildə tanıyıram. ASTV-dən tanıyırıq. Amma belə deyək də, amma hələ də indi belə yaxından belə tanıyıram da. Amma ki tanımadığımda vaxtları biz elə hamımız uşaq idik ki, efirlərdən görürdü Rəhman müəllimi. Amma tanıdıqdan sonra yəni o cür gözəl insan, o cür gözəl ürəkli, gözəl qəlbli, onu sevməmək olarmı? Onu necə papa deməmək olar? Maraqlı, hə, mənə maraqlı oldu. Hər şeydən əlavə çox gözəl insandır. Yəni bir başqadır da o mənim üçün. Sən ona papa dedikcə o elə düşünür ki, papa deyirəm, mən hərdən deyir ki, elə bilirəm ki, Emili görürəm səndə. Müəyyən şeylər var ki, bizim Emillə çox ortaq xarakterlərimiz var. Deyir ki, səni belə baxıram, elə bilirəm ki, Emili görürəm. Deyirəm, o papa sözünü eşidəndə elə bilər ki, öz evladı ona, Allah qəni-qəni rəhmət eləsin, deyirəm, son illərdə o qədər gənc, istedadlı, yaradıcı insanları itirdik ki, çox hər gündə Dünənləri də Cabir İmanov, bəli, Allah ona qəni rəhmət eləsin. Həqiqətən qəfil oldu. Sıraha gün elə bil ki, Bakuez paylaşım edəndə elə anında saniyələr belə keçdi. Bir də gördüm paylaşdılar ki, Cabir İmanov vəfat edib. Hətta komment belə yazdım ki, yəni nə danışırsınız, ola bilməz. Elə bildim səhvdir. Olur da bəzən səhv məlumatlar. Mən də birinci elə bildim ki, zarafat edirlər və ya səhv məlumat. İnana bilmədim. Çünki adam istər-istəməz inanmır. Bizim Tunzalə Əliyeva rəhmətə getdi, Topuş bacımız. Rəhim Rəhimlidir, rəhmətə getdi. Emil də rəhmətə getdi. Ondan sonra Azər idi, rəhmətə getdi. Ağsaqqal da deyirlər. Ağsaqqal, bəli. Yəni ki, nə qədər cavanlarımız rəhmətə ki, istər-istəməz baxırsan ki, yəni yaş o yaş deyil, mən demirəm, ölüm hamımız üçün var, ölüm haqdır. Amma zamanında da, yəni insan yaşlandıqca ölsə. Paylaşım eləmişlər, bizi ürəkdən güldürənlər, ürəkdən dünyalarını dəyişdilər. Bilirsiniz, bəzən deyirsiniz ki, aha, bəxtəvərlər, yeyirlər, içirlər, oynayırlar bütün günü. Arsız. Arsız və bəxtəvər. Bax, bu sözləri biz televiziya adamlarına, ümumiyyətlə tanınmışlara deyərkən düşünün. Əgər biz bu qədər gülürüksə, qarşınıza gəliriksə, görün içimizdə nə qədər dərdimiz, fikrimiz var. Mümkün deyil, elə bir adam yoxdur ki, onun içində dərdi fikri olmasın. Əlbəttə ki, amma bir şey var da, yəni hər verilişə də dərdini götürüb gedə də bilmirsən. İstər-istəməz gülməlisən təbii ki. Kimin evdə nə problemi var, onu gəlib efirdə danışmır ki. Efirdə bu bizim işimizdir, biz işimizi görürük. Buyurun. Emir rəhmətə gedəndən sonra mən kommentlərində işimiz budur da, yəni başqa işim yoxdur ki. Sən çörək qazanmalısan, pulu qazanmalısan, oxumalısan. Ya həyatda olmalısan, ya da ölməlisən də. Yəni bu başqa cür sürünə-sürünə yaşayası deyilsən ki, öləndən də ölmək olmur. Mənim atam da rəhmətə gedib gənc vaxtında. Allah rəhmət eləsin. Bir fikirləşdim ki, yəni mənim anam dözübsə, mən niyə dözməyim?
Uşağıma baxdım, o körpədir, onun günahı yoxdur. Məcbursan. İndi işin budur. özündə də o qədər pozitiv yanaşıram. Emilin ancaq gülməli əhvalatlarımızı Rəhman dayıya danışıram. Yəni efirlərdə mən ağlamaq yəni istəmirəm. Bəli. O mənim buramdadır. Mənim Amma nələr yazdılar. O sənin dərdindir, o sənə Nələr amma aiddir. yazdılar. Bəli, bəli. O sənə aiddir. Amma o mənim buramdadır. Yəni onun nə əlaqə ki Heç mən kimə bunu aidiyyatı yoxdur. ötürüm insanlara. Bəli. Buyur, səni dinləyək, daha sonra reklamlara keçid eləyəcəyik. Buyur. Fikrindən gecələr yata bilmirəm. Bu fikri başımdan ata bilmirəm. Neyləyim ki sənə çata bilmirəm. Neyləyim ki sənə çata bilmirəm. Ayrılık ayrılık ama ayrılık her bir dertten olar yaman ayrılık. Ayrılık ayrılık aman ayrılık her bir dertten olar yaman ayrılık. Uzundur hicrindən qara gecələr. Bilmirəm mən gedim hara gecələr. Vurubdur qəlbimə yara gecələr.
Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Günorta efirdəyik. Reklamlar bitdi dostlar. Mən sponsorlarımıza təşəkkür eləyəcəm ki, bu Sleep Baby uşaq bezləridir. Balaca mələklərimizin ən yaxın dostları. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin seçimi etibarlı dostu Sleep Baby. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby'nin nəm salfetləri də var ki, ətirlidir, meyvəlidir, gigiyenik apteklərdən və marketlərdən əldə edə biləcəksiniz. Sleep Baby, anaların və evladların dostu. Sevginin ən saf anı, toy günüdür. Hər gəlin özünü bugündə əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanıdır Deniz Wedding, Azərbaycan. Deniz Wedding Azərbaycandan gəlinliyi götürən hər xanıma gəlin bəzəyi Kamilovicidən hədiyyədir. Həyatımızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinliyi burada sizi gözləyir. Çünki bizdə hər bir gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, Deniz Wedding Azərbaycan, 050 424 07 70. Toyunuz mübarək olsun. Deniz Wedding'dan. F Group Construction deyir ki, arzularınızı reallığa çevirən ünvan bizik. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim F Group Construction'dır. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə nömrələri 055 666 88 88. Əgər torpağınız varsa, orada bir ev tikdirmək istəyirsinizsə, F Group Construction köməyinizə çatacaq. Eləcə Tam Store Marketlər şəbəkəsi 14 oktyabr tarixinədək bütün Tam Store'larda Super Ailə, Super Endirim kampaniyası davam edir. Super Ailə, super endirimlərlə gəlir. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store Marketlər şəbəkəsi Bakı ilə yanaşı bütöv Azərbaycanda marketlər yerləşir. Odur ki, endirimlər şəbəkənin bütün filiallarında keçərlidir. Bütün filiallar 24 saat müştərilərinin xidmətindədir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsini sosial şəbəkələrdən izləyə bilərsiniz. Tam Store, tam istədiyiniz market. Təşəkkürlər sponsorlarımıza və mən bu arada məndən reklam arası tək mənə yox, hamıya zənglər gəlir. Hamının mobil telefonuna deyirlər ki, zəng eləyib düşə bilmirik sizin televiziyaya. Neynəyək, zənglərimiz çoxdur, amma bir-bir çalışacaq sizin hamınızdan danışaq və hamı bir ağızdan deyir, ayrılıq mahnısı, təşəkkür eləyirlər. Rəvan, sənə təşəkkür eləyirlər, Meydan müəllim, sizə təşəkkür eləyirlər və deyirlər, Sona xanım çox gözəl arıqlayıb və nə yaxşı ki, bu səhnədə var. Ayrılıq mahnısını siz deyəsən duet də oxumusunuz. Bəli, bunu duet eləmişik biz. Türkiyənin məşhur, belə deyim, sənətkarı deyək, Bülent Altınbaş, Kirpi Bilet deyirlər, ləqəbi var onun. Onunla ayrılıq mahnısını, yəni duet eləmişik. Həm klarnet ifaçısıdır, klarnetlə və belə vokal səsindən də, belə deyim. Çox ağır bir mahnıdır, bilmirəm indi onun öhdəsindən necə gəlmişəm. Artıq onu tamaşaçılara buraxıram. Çox təşəkkür edirəm. Telefon xəttində Şərgiyə xanım var. Şərgiyə xanım, gününüz uğurlu olsun. Çok sağ olun Ramiye Hanım. Sizin de gününüz uğurlu olsun. Necəsiniz? Uğurlu olsun. Ben Sona Hanım'a göre zəng vurmuşam. Buyurun. O benim qonşum olub. Adım Şərgiye'dir. Ya belki de yadındayım. Sonra bizim o Kamoda olurdu. Ben Dimitrov'da. Sonra evlerimiz söküldü. Biz köçtük Xırdalana. Xırdalanda da ben onunla görüştüm. Can Şərgiyə xanım, tanıdım sizi. Tanıdım sizi. Ona göre zəng vurdum. Yaxşı Ona elədi bir kəlmə xoş sözlərimi deyim. Anası çok yaxşı. Allah onun anasını rəhmət eləsin. Həmişə qızının əlindən tuturdu. Həmişə Mərdə məni çox sevirdi. Həmişə deyir, sən gözəlsən, sən qəşəngsən. Həmişə bu sözlər, xoş sözlər mənim yadımdadır. Sonra xanım da çox zəhmətkeş. Nə bilim, başının yanında baş kəs deyə görməmişəm. Elə xanımdır o. Ən əsası deyə bu. Can Şərgiyə xanım, var olasınız. Həqiqətən xoş oldu sizin səsinizi eşitməyə. Mənim dəyərli qonşum, mənim krasavitsam.
Vallahi dəyərli qonşu çox vacibdir. Hər kəsə Allah Taala gözəl qonşular, dəyərli qonşular qismət eləsin. Həqiqətən də. Qonşu çox vacibdir bizim həyatımızda. Ona görə də hamımız qonşularımızı salamlayırıq burada. Vallahi. Mən də köhnə qonşularımızı da Deyir salamlayıram. uzaq qohumdansa yaxın qonşu yaxşıdır həqiqətən. Onu deyən kimi də məhəllə filmi yadıma düşür. Çünki dünən bütün sosial şəbəkələrdə ancaq onu demişik, onu eşitmişik. Bəli, buyurun. Lamiyə xanım, da elə telefon zəngi gəlir, ola bilər, alınmaz. Buradan Hüseyin müəllim zəng eləmişdi. Hüseyin müəllim, hardan zəng eləmişdi? Qərbi Azərbaycandadır. Yəni bizim 50-lər mahnını yazmışam. Onların Qələndər Cabbaroğlu'nu salamlayıram buradan. O burada Bakıdan zəng eləmişdi və öz xoş təəssüratlarını bölüşdü, gözəl verilişdi. Sizi gördüm, çox şad oldum. Mən də salamlayıram Hüseyin müəllimi. Can sağlığı arz edirəm. İnşallah toylarda görüşək. Deyir, sənin apardığın toylardan deyir, olmur, alınmır. Deyir, başqalarında mən görə bilmirəm onu. Deyirəm, inşallah balağın toyuna gələk inşallah. Düz deyil. Alınsa da yenə də zəngi bağlayarsınız, yenə də öz təşəkkürünü bildirər. Baş üstə. Telefon xəttində Səmaya xanım. Bəli. Gününüz uğurlu olsun. Sağ olun, çox sağ olun. Buyurun, eşidirik sizi. Hə, təbrik edirəm hamınızı. Çox sağ olun. Oradakı qonaqları salamlayıram. Sona xanımı, cavan uşağımızı. Çox sağ olun. Hamısını salamlayıram. Onlar bizim çox qəşəng çalırlar, bizim istifadə elədiyimiz vaxtlarımızı yaxşı, xoş keçirdirlər. Mən təbrik eləmək istəyirəm bu il qəbul olan uşaqları. Aha, buyurun. Hə, mən bu il 3 nəvəm Allahın köməkliyi ilə qəbul olub. Maşallah, maşallah. Oğlumun əkiz qızları, qızımın oğlu. Maşallah. Mən uşaqları təbrik eləmək istəyirəm. Bütün valideynləri də, o ki, nigaran qalan valideynlər var deyə, bax, olan hamısını təbrik edirəm. Özümüz də o hissləri yaşadıq. Necə həyəcanlı vaxtları keçirdik. Çox təşəkkür. Nəvəmin biri qəbul olub Türkiyənin Atatürk Universitetinə. Orada tibbi menecer. Bir nəvəm Bakıda qəbul olub. Xəyaləm əkizlərin biri. Bir nəvəm də qəbul olub metro işçisi də. Nə bilim də onun adı nədir. Hə, ona görə mən uşaqların hamısını təbrik edirəm. Bağrıma basıram, öpürəm. Allah hamısına kömək olsun. O uşağımızdan da bir dənə qəşəng oynaq rəqs musiqisi istəyirəm ki. Rəvan dalamızda. Baş üstə. Bir dənə qəşəng musiqi çalsın. Uşağımız qoşula oynayaq. Onu da bağrıma basıram, öpürəm. Çox təşəkkür edirəm. Biz də təbrik edirik. Hamımız təbrik edirik. Sizin də gözləriniz aydın olsun. Gözünüz aydın olsun. Vətənə, valideynə xeyirli evlad olsunlar. Rəvan, buyur. Biz tamaşaçıların arzusunu yerinə yetir.
Sağ ol Rəvan. Çox minnətdaram. Əslində vaxt necə gəlir, keçir, bunu hiss eləmirik. Yavaş-yavaş verilişin. Vaxt keçir, nə tez keçir. Verilişin sonuna gəlib çatdıq. Yəqin ki, sonda Meydan müəllim daha bir nəğmə oxuyacaq. Siz, bəli. Bizim 4 dəqiqə vaxtımız var, mənə deyirlər. Amma buyurun. Həqiqətən də necə gəldi? Heç hiss olunmadı da. Bilirsiniz, o ona görə deyil, biz deyirik bəzən ki, zaman elə tez keçir, xeyr. Efir o qədər həqiqətən də maraqlı oldu, Lamiyə xanım. Mən bunu ilə ikinci dəfədir ki, sizin efirinizdə, ümumiyyətlə sizin apardığınız efirdə və nə qədər də bu ilə ikinci dəfədir, 2 dəfə də olmuşam sizin efirinizdə, heç vaxt o zamanı hiss etməmişəm. Hardan gəlib, hardan veriliş bitirib, həqiqətən də sizdən çox xoşdur. Bilirsiniz, həmişə istəyirik ki, biz evlərin çağırılmamış qonaqlarıyıq. Yəni, bizi dəvət edən yoxdur ki, amma biz onların evindəyik. Və mən çalışıram ki, onların, tamaşaçılarımızın əhval-ruhiyyəsi yaxşı olsun. Heç kim inciməsin, gələn qonaqlar inciməsin, hamı bir-birini tamamlasın. Heç kim bir-birindən küsülü olmasın, istəmirəm. Mən Sona xanım, hamıya xoş günlər arzulayıram. Amin, amin deyirik. Kim bizi istəyir onlara. Elə əziyyət çəkib zəng eləyənlər də sağ olsunlar. Baxın, istəmirəm. Heç kim əziyyət çəkməsin, heç kim narahatçılıq olmasın. Hamı xoş, gözəl, amma heç kim də heç kimin haqqına girməsin. Əsas məsələ. Bilirsiniz, hərdən deyirlər, o artıq başqa mövzudur da, o çox böyük mövzudur, ona gərək ayrıca sizi bir dəvət eləyim. O haqqa girməklərlə. O mövzuya mütləq toxunmaq lazımdır. Bəli, amma qonaqlar bir-birini tamamlayanda, rahat olanda çox gözəl olur əslində də. Meydan, buyurun, nəsə bir sözünüz varsa, vaxtımız çox azdır. Təşəkkür edirəm. Bizə şərait yaratmışsınız, özdəki düzü mən də dincəldim bugün. Sizə təşəkkür edirəm, səmimiyyətinizə görə, mehriban qarşına, isti münasibətə görə. Belə olmalıdır veriliş. İnsan yoxsa verilişdən çıxsın, geçsin evdə stres keçirsin ki, niyə bu oldu, niyə belə oldu, niyə mən bunu dedim, niyə onlar mənə bunu dedi. Mən sizə sadəcə olaraq təşəkkür edirəm. Minnətdaram. Var olun. Rəvan, bax oğlum, mən də sənətkar qızıyam, mənim də atam tarzən olub. Gitaranı da o qədər gözəl ifa eləyirdi ki, yəni Rəmişə bir dəfə sual verdilər ki, Allah qəni-qəni rəhmət eləsin hər ikisinə. Sən gitara ifaçısısan, özündən başqa gitara ifaçısı tanıyırsanmı? Çoxdandan o demişdi ki, Naxçıvanda Ələkbər var. Bir də Ələkbəri tanıyıram. Yəni, mən sizə danışıram bir neçə ilin intervyusunu, intervyuda demişdi. Bax, o mənim atam idi. O da gitara ifaçısıydı, tarzən idi. Danuluzunu yaradanlardan Gülarə xanım ilk konsertmeister kimi onu seçmişdi. Tərzan kişini biz Allah ona qəni-qəni rəhmət eləsin. O ensiklopediyalarda qalıb, mənim də. Bəli, mənim də. Varmı? İndi, bax oğlum, mən sənin kimi böyüdüm, düzdür, mən 35 yaşım var idi atam dünyasını dəyişəndə. Artıq universitetlərə daxil olmuşdum, bitirmişdim. Yəni bunlar hamısı var idi, iş yerim var idi, işləyirdim, ailəli idim. Amma sən çox gənc, uşaq vaxtı atan itirdin. Mənim sənə nə deyəcəyim var? Atamın adı mənə o qədər kömək oldu ki, yəni həyatda getdiyim, açdığım hər qapıda deyirlər, Ələkbərin qızıdır, qəbul eləyin, gəlsin. Və mən o qədər o adı qorumaq üçün o qədər zəhmət, əziyyət çəkdim ki, o adı qoruyum və sabah deməsin, əşi, qapını örtün getsin, yox. Hamı elə qoy, sevinə-sevinə o qapını açsın mənim üzümə və qoy mənim atamın adı hər zaman gözəl səslənsin, qürurla səslənsin, fəxrlə səslənsin ki, Ələkbərin qızıdır. O adı mən qorudum. Birinci atamın adını qorudum, sonra öz adımı qorudum. Sənə də arzu edirəm ki, bax, sənə bütün qapılar atanın adından açılıbdır. Arzu edirəm ki, o atanın adını hər zaman qoruyasan. Mən qonağıma söz demək üçün özümdən həmişə misal çəkirəm ki, o inciməsin də, bir də nəsə qəlbinə dəyər. Ona görə özümdən başladım. Oğlum, atanın adı hər zaman qürurla çəkilsin, fəxrlə çəkilsin. Və sən, bax, necə ki, telefon zənglərində deyirlər ki, tərbiyəlidir, mədənidir, hər zaman da belə qal. Çünki səndən o tələb olunur. Sənin başının üstündə atanın adı var. Atanın adını hər zaman qoru olur. Buradan da mamanı da salamlayırıq. Səbirə, təşəkkür edirəm, gəldin. Vaxtımız çox azdır, mən burada sağollaşıram. Sana xanım.
Öpürəm sizi. Mən də Var təşəkkür olun. edirəm, həqiqətən. Meydan müəllimdən növbəti bir mahnını dinləyəcəyik. Sizinlə sağollaşıram. Sabaha qədər və İnstudiyaya təşəkkür edirəm. Vizaj bugün Samirədən gəldi. Stilistim Samirə və saç düzümüm təbii ki gözəl Anar. Təşəkkür edirəm gözəl Nigar xanıma, İbrahimovaya. Anar, Samirə bugün bax belə. Təşəkkürlər. Buyurun. Işıklan ey könlüm gözüm, süp açıldı seher oldu. Çin çıkacak yuxum bugün, benim yarım geler oldu. Işıklan ey könlüm gözüm, süp açıldı seher oldu. Çin çıkacak yuxum bugün, benim yarım geler oldu. Bu gelişin heyranıyam, qədəminin qurbanıyam. Bir saatlik mehmanıyam, bəxtim yenə gülər oldu. Gelişin heyranıyam, qədəmlərin qurbanıyam. Bir saatlik mehmanıyam, bəxtim yenə gülər oldu. Hoş gelsen ömrüm günüm, xoşbəxtliyim səsim ünüm. Nefesler başına dönüm, bu gelişin hüner oldu. Hoş gelsen ömrüm günüm, xoşbəxtliyim səsim ünüm. Nefesler başına dönüm, bu gelişin hüner oldu. Okşayacağım tellerini, sıkacağım merdelini. Öz küllünün hemdemini, ıslak bir de sever oldu. Okşayacağım tellerini, sıkacağım merdelini. Öz küllünün hemdemini, ıslak bir de sever oldu. Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi.